Bu həyatda öyrəndiyim ən vacib dərslərdən biri də budur ki, xoşbəxt insanlar səni həmişə həvəsləndirəcək. Öz xarici görünüşünə öz güvənli olan insanlar həmişə kompliment deyəcək və uğurlu insanlar həmişə səni dəstəkləyəcək. Amma öz güvənsiz insanlar, heç nəyə olmayan insanlar səni həmişə aşağı çəkməyə çalışacaq. Bunu həqiqətən də başa düşəndə artıq bəzi şeyləri şəxsi qəbul eləmirsən. Çünki özünə güvənən insanlar sənin inkişafından qorxmur. Səninlə rəqabət aparmağa çalışmır və səni söndürməyi istəmir həyatda. Əksinə alqışlayırlar, paylaşırlar sənin uğurlarını və yaxud sənə yer açırlar. Bu Instagramda like eləmək məsələsi var idi. Bir növ yəni o da aiddir buna. Amma kimsə davamlı şəkildə səni tənqid eləyirsə, səni aşağılayırsa və hər dəfə sənin nəsə bir uğurun olanda səni yerində otuzdurmağa çalışırsa, bu kiminsə daha güclü olduğunu göstərmir. Bu əksinə özgüvənsizliyin göstəricisidir və mən hər dəfə bunu görürəm ki, bir çox Azərbaycanda bir çox orta yaşlı nəslin nümayəndələri gənclərə qarşı bir növ bunu eləyirlər həmişə. Məncə bu qısqanclıqdan yaranır, onun yaxşılığını düşünməkdən yaranmır. Çünki onlar bir növ özləri bunu həyatda bu uğurları qazana bilməyiblər deyə indi qəbul eləyə bilmirlər gənclər nəsə cəhd eləyəndə. Ona görə də həmişə demişəm ki, kimsə sizdən yaşda da böyük ola bilərsə, heç vaxt özünüzü kiçiltməyin onların yanında. Yadında saxlaq ki, kim həyatda uğur qazanıbsa, həmişə səni qabağa çəkəcək. Yəni ki, bu həyatın qanunudur.